4 gündə ilə hazırlanan, dənə-dənə yuxa açmadan Türk paxlavasının ən asan reseptini bölüşürəm sizlərlə. Ərzaqların tam ölçüsünü videonun altında qeyd edəcəm. Gördüyünüz kimi lazım olan ərzaqlardan istifadə edib xəmir yoğururam. Daha sonra xəmiri 10 dəqiqə dinlənməyə qoyuram. Bu arada şərbətimi hazırlayıb soymağını gözləyirəm. Şərbət mütləq şəkildə soyuq olmalıdır. İçliyimi blenderdan keçirdib qoyuram kənara. Daha sonra xəmirimi 4 hissəyə bölərək hər bir hissəsinə bol qarğıdalı kraxmalı səpərək yayıram. Videoda gördüyünüz kimi qıraqlarını qatlayıb konvert formasında bükürəm və 20 dəqiqə dinlənməyini gözləyirəm. Xəmirim dinləndikdən sonra 2 kündəmi videoda göstərdiyim kimi yayıram, listin formasında kəsərək listimə düzürəm. Daha sonra içliyini səpərək geridə qalan 2 kündəmi də yayıb listimə düzürəm. Sonra xətkeşin köməkliyi ilə kvadratlara bölürəm. Xətkeşin eni məndə 4 sm-dir. Daha sonra isə əridilmiş kərə yağını paxlavanın üzərinə əlavə edib 180 dərəcə isidilmiş sobada alt-üst rejimdə üzəri qızarana qədər təxminən 45 dəqiqə bişirirəm. İsti paxlavanın üzərinə soyuq şərbəti əlavə edib ağzını örtərək şərbəti canına çəkməyini gözləyirəm. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Sağ olun, gələn videolarda görüşənədək.